Bəndəliyin bəhrəsi Şəhid Hüseyn Əmir Əbdullahyan. Elə isə düşmənlə döyüşdə zəiflik göstərməyin və siz onlardan üstün olduğunuz halda onları sülhə çağırmayın, Allah sizinlədir. Amma mən sənin üçün narahatam Hüseyn ağa, bu təhdidlərə qarşı belə laqeyd qala bilməzsən. Atam çox sakit bir tərzdə dedi. Xanım, laqeyd deyiləm, sadəcə deyirəm ki, bu təhdidlərdən qorxum yoxdur. İndi isə biraz alçaqdan danışaq. Uşaqlar eşidib narahat olarlar. Anamla atamın bu qəbil söhbətlərinin sayı hesabı itmişdi. Atam nüvə alimi idi və vaxtaşırı mesaj, email və digər yollarla təhdid alırdı. Bu xəbərlər anamın qulağına çatanda nəticə belə dialoqlarla bitirdi. Biz də istəmədən bu vəziyyətdən xəbərdar olurduq. Əslində atam bizə nə işlə məşğul olduğunu heç vaxt deməmişdi. Amma bir dəfə anamın şiddətli narahatlığı onu məcbur etdi ki, işinin həssaslığı barədə bizimlə danışsın. Özü dediyi kimi beləcə biz həm özümüzü, həm də onu daha çox qoruya bilərdik. Odur ki, bir gün atam məni, 2 qardaşımı və bircə bacımı yanına çağırıb dedi. Baxın uşaqlar, ananız israr edir ki, gediş-gəlişinizdə və söhbətlərinizdə daha diqqətli olmağınız üçün işlərimizdən xəbərdar olasınız. Doğrusu mən və bir neçə dostum elmi bir işlə məşğuluq ki, bu düşməni qəzəbləndirib. Onlar istəmirlər ki, İran bu sahədə öz ayaqları üzərində dursun və özünü təmin etsin. Ona görə də ananız deyir ki, qohum-əqrəba arasında, məktəbdə, universitetdə və ya hər hansı bir yerdə mənim işimdən söz düşsə, qətiyyən bu barədə danışmayın və hiss etdirmədən söhbəti dəyişin və güldü. Anam atama acıqlı bir nəzər yetirdi. Demək istəyirdi ki, bu izahat kifayət deyil, vəziyyətin təhlükəsindən də danış. Amma bizi narahat etmək istəməyən atam gülərək davam etdi. Xanım, uşaqlar artıq böyüyüblər, haralara getməməli olduqlarını və yadlara etibar etməməyə bilirlər. Əlbəttə, uşaqlar, ananızın bu narahatlığı bizə olan sonsuz sevgisindən irəli gəlir. Mən sizin yerinizdə olsaydım, sırf anamın qəlbi rahat olsun deyə daha çox ehtiyatlı davranardım. Bilirsiniz ki, bunun savabı da çoxdur. Salavat çevirin. Atamın bu xüsusiyyətinə heyran idim. Vəziyyəti idarə etmək ustası idi. Bu dəfə də çox məharətlə bizi qorxutmadan məsələni bağladı. Amma anamın qayğıları istər-istəməz vəziyyətin nə dərəcədə ciddi olduğunu bizə hiss etdirirdi. Anam da haqlı idi. Həyat yoldaşı böyük bir təhlükə izləyirdi və onun başına bir iş gəlməsini istəmirdi. 6 ay sonra İsrailin ölkəyə hücumlarından bir neçə gün keçmişdi. İndi hamımız anam kimi atamızın nə qədər mühüm bir şəxs olduğunu anlamışdıq. Çünki hücumun elə ilk saatlarında gəlib bizi evdən çıxardılar və başqa bir yerə apardılar. Yadıma gəlir ki, bir evdə maksimum 1 il qalırdıq. Bəzən il ərzində ilk dəfə köçməli olurduq. İndi anlayırdım ki, bu yer dəyişmələr, təhlükəsizlik məsələləri ilə bağlıymış. Hücum başlayandan bəri mənim 15 yaşım var idi və böyük bacı qardaşlarımın ürəyinə anam kimi vəlvələ düşmüşdü. Artıq anama tam haqq verirdik. 12 günlük müharibənin sonu. Bu müharibə günlərində nələr çəkdiyimizi bir Allah bilir. Atamı görmədən keçən 12 gün evdən evə köçməyimiz, hətta bunu düşünmək belə əzab verici idi. Nəhayət atəşkəs elan olundu və atam 12 gündən sonra yanımıza qayıtdı. Yeni evimizdə idik. Və 12 gündən sonra ilk dəfə idi ki, rahat yuxuya gedirdim. Amma az sonra narahatlıqlarımın yenidən baş qaldıracağından xəbərsiz idim. Yeni otağım mətbəxə yaxın idi. Şirin yuxudaykən gecə yarı anamın ağlamaq səsinə oyandım. Hüseyn, niyə başa düşmürsən? Dostlarını terror etdilər. İsrail elə ilk gün bizim evimizi də vurub. Əgər bizi oradan çıxarmasaydılar, indi biz də və anamın hönkürtüsü ucaldı. Başımdan qaynar su töküldü. Bizim evimizi də vurublar, yəni orada olsaydıq indi qəribə bir hala düşdüm, gözlərimi belə qırpa bilmirdim. Atam isə anamı sakitləşdirməyə çalışırdı. İnan ki, narahatlığını başa düşürəm, amma biraz sakit ol. Gecənin yarısıdır, uşaqlar oyanar. Bu 12 gündə kifayət qədər stres keçiriblər, sonra biraz duruxub davam etdi. Özün yaxşı bilirsən ki, həm mühafizə qrupu məni nəzarətdə saxlayır, həm də mən özüm bütün təhlükəsizlik qaydalarına əməl edirəm. Bizi tez bir zamanda köçürmələri o deməkdir ki, tam nəzarət altındayıq. Biz hər birimiz canımızı qorumaq üçün əlimizdən gələni edirik. Qalanı isə Allahın işidir. O istəməsə ağacdan bir yarpaq belə düşməz. Atam həmin gecə anamı bir təhər sakitləşdirdi. Amma evimizə raket düşdüyünü eşidəndə şoka düşmüşdüm. Sanki müharibənin bitməsi ilə mənim həyəcanlarım yenidən başlayırdı. Yalnız Allahın lütfu idi ki, bu çətin günləri tez arxada qoymağımız üçün atam bir neçə gün evdə qaldı. Bir neçə gün sonra keçirdiyim o ağır hisslərlə yanaşı, atamın evdə daha çox qalması onun gözəl xüsusiyyətlərini daha yaxından görməyimə vəsilə oldu. Onun gözəl Quran oxumağına, anamın ev işlərinə gizlicə kömək etməsinə, namazlarını vaxtında qılıb gecə yarıları etdiyi münacatlarına heyran qalırdım.
O günlərdə belə bir atadan məni uzaq salan o namərd insanlardan dəfələrlə Allaha şikayət etdim. Onlar bu dahi alimi ailəsindən sadəcə elmin nailiyyətlərinə görə ayırmışdılar. Bir həftə sonra halım günbəgün düzəlirdi, amma bəzi gecələr hələ də fikir məni aparırdı. Hərdən gizlicə atamın o gözəl gecə namazlarına tamaşa edirdim. Bir gecə ürəyim elə dolmuşdu ki, sadəcə baxmaqla sakitləşmədim və gedib onunla danışmaq istədim. Atam adətən kimsəni oyatmamaq üçün qonaq otağının bir küncündə namaz qılıb münacat edərdi. Yanına gedib salam verdim. Üzünü mənə tərəf çevirəndə gördüm ki, gözləri yaş içindədir. Bəlkə də şəhid dostları üçün darıxmışdı. Axı bir dəfə telefonda dostuna deyəndə eşitmişdim. Gördüm, şəhid olmağa layiq deyildik. Deyib hönkür-hönkür ağlamışdı. Salam mənim əziz oğlum, niyə oyaqsan, ata qurban, yuxum gəlmir ata, bağışlayın ibadətinizi böldüm. Atam Quranını bağlayıb mənə tərəf döndü, gəl otur. Əziz oğluma vaxt ayırmaq özdə bir ibadətdir ki, mən illərdir bundan məhrumam. Oturdum və dedim, ata, bizim nəsil biraz çox fərasətlidir. Siz işiniz barədə çox danışmırdınız, amma mən çoxdandır ki, bir çox şeyi anlamışam. Atam güldü, hə bilirəm, sizə Z nəsli deyirlər, amma çoxunuz bu 12 günlük müharibədə sübut etdiniz ki, həqiqətən də İsrailə meydan oxuyanlardansınız. Gülümsəyib dedim. Amma ata, mən özümü çox cəsur hesab edirdim, lakin İsrail hücum edəndən bəri canıma qorxu düşüb. Doğrusu, bu neçə gündə evdə olanda sizə çox diqqət yetirdim. Sizin heç vaxt qorxduğunuzu və ya narahat olduğunuzu görmədim. İstəyirəm bunun sirrini mənə də deyəsiz. Atam təsbihini götürüb dedi, ata qurban, bəzi qorxular təbiidir. Amma yersiz qorxu Allahdan uzaq olmağın nəticəsidir. Kim Allahdan uzaqlaşsa hər şeydən qorxar. Bu Peyğəmbərin hədisidir, buyurur. Hər kəs Allahdan qorxsa, Allah hər şeyi ondan qorxudar. Bu o demək deyil ki, Allah adamı qəddar və ya qorxunc olur. Xeyr, yəni Allah möminə elə bir əzəmət verir ki, Allahsız adamlar onunla qarşılaşmaqdan qorxurlar. Ardınca isə buyurur, hər kəs Allahdan qorxmasa, Allah onu hər şeydən qorxudar. Yəni, o yersiz qorxuların əsrinə çevrilər ki, bu da çox təhlükəlidir. Təəssüf ki, bəzi məsum şəxslərimizdə də bu problem var idi. Onlar Allaha yaxın olmadıqları üçün düşmənin bu şədələrindən qorxub ölkəni öz qorxaq qərarlarının əsrinə çevirdilər. Halbuki Allah Quranda buyurur, zəiflik göstərməyin və üstün olduğunuz halda düşməni sülhə çağırmayın. Allah sizinlədir və o sizin əməllərinizi əskiltməz. Atam ah çəkib davam etdi. Allahın bəndəsi olmayan, əməllərinə diqqət etməyən və qəlbini məqam sərvət eşqinə verən kəsi bu ayələr sakitləşdirməz. O qorxusundan hər cür zillətə boyun əyər. Amma bizim aramızda mömin rəhbərlər də az deyil. Quran ayələrinə əməl edərək ölkəyə izzət gətirən şəhid rəisi Hacı Qasim Əmir Abdullahyan kimi. Gəl sənə şəhid Əmir Abdullahyandan danışım. Bilirsən niyə o qısa müddətli vəzifəsində ölkəmiz üçün bu qədər uğur və iqtidar qazandı? Çünki o həyatında Allahın razılığını hər şeydən üstün tuturdu. Həyat yoldaşı deyir ki, dostları ona sən çox yüksək məqamlara çatacaqsan deyəndə o hər dəfə belə cavab verərdi. Mən həmişə Allahdan istəmişəm ki, elə bir məqama çatım ki, o məqam mənim üçün bir keçi asqırığı qədər dəyərsiz olsun. O nazirliyi məqam kimi deyil, xalqa xidmət fürsəti kimi görürdü. Heç vaxt dəyişmədi. Məclisdə oturanda 5 yaşlı uşaq içəri girsəydi, hökmən ona hörmət əlaməti olaraq ayağa durardı. Bax, təvazökarlıq budur, ata qurban. Allah belə birinə izzət verməzmi? Atam kövrələrək davam etdi. Şəhid Əmir Abdullahyan Allahla elə yaşadı ki, həyat yoldaşı 30 illik birgə ömürdən sonra deyir. Sanki o Peyğəmbərin yanından keçib gəlmişdi. Biz onun varlığında İslamın nurunu görürdük. O elə bir mömin idi ki, bəzi diplomatlar Avropaya can atanda o İraqa xidmətə getməyi seçdi. Çünki inanırdı ki, Əhl-i Beytin bərəkəti onun işinə nur qatacaq. O məzlumların dərdini öz dərdi bilirdi. Deyirlər ki, nazir olduğu vaxtlar gecə saat 2-dən tez yatmazdı. Səhər tezdən isə yenidən iş başında olardı. Deyirdi, bütün gücümüzlə çalışmalıyıq ki, o məsum qadın və uşaqlar məhv olmasınlar. Mən Qəzzənin o məsum insanların dünyada səsi olmalıyam. Həyat yoldaşı deyir ki, o hər ay maaşından bir hissəsini ehtiyacı olanlara ayırardı və heç kimin bundan xəbəri tutmasını istəməzdi. Ata qurban, başını ağırtmayım. Əgər həyatda düşməndən qorxmamaq, haqq yolundan azmamaq və Qur'anın tövsiyələrinə bağlı qalmaq istəyirsənsə, Allahla əlaqəni möhkəmləndir. Bunların hamısı bəndəliyin meyvəsidir. Bu isə kiçik əməllərdən başlayır. Dilini qorumaqdan, ata-anaya hörmətdən, namazı vaxtında qılmaqdan. Bir dostu deyir ki, 38 illik dostluğumuzda onun heç vaxt qeybət etdiyini görmədim. Məhz bu xüsusiyyətləri onu sevimli etdi və sonunda arzusuna şəhadətə çatdı. Şəhid Rüknəbadinin qızı deyirdi. Hacı Qasimin simasında və həyatında nə görmüşdüksə, şəhid Əmir Abdullahyanın da onu gördük.
Bir dəfə ona siz diplomatiya sahəsinin Hacı Qasimisiniz deyəndə gözləri yaşarıb demişdi. Dua edin ki, sonum Hacı Qasim kimi olsun. Və elə də oldu. Çünki Allah öz yaxşı bəndələrinin gözəl arzularının altına imza atır. Xülasə Allahla ol, şahlıq et. O zaman yersiz qorxu da səndən uzaq olar.